Biz bu dünyaya öz iradəmizlə gəlməmişik, amma əgər gəlmişiksə, deməli seçim etməyə haqqımız var. Hədəf seçimlərin ən ali forması da o insanı pasiv mövcudiyyətdən aktiv yaradıcıya çevirir. Hədəfsiz həyat sadəcə mövcud olmaqdır. Bitkilər də nəfəs alır, heyvanlar da qidalanır, amma yalnız insan düşünür, yalnız insan xəyal qura bilir. Hədəf şuurlu varlığın təzahürüdür. Kainat sonsuz bir xaosdan ibarətdir və insan bu xaosun içində nizam yaratmaq istəyir. İnsanın bu xaosun qarşısında yaradıcı bir addım atmağa ehtiyacı var. Bu incəsənət əsəri kimidir. Albert Camus deyirdi ki, əgər həyat mənasızdırsa, insan ya intihar etməlidir, ya bu mənasızlığın içində mənanı özü yaratmalıdır. Ona görə də hədəf insanın ölümə qarşı etirazıdır. Sən həyatın daimi olmadığını bilirsən, amma ona qədər bir iz buraxmaq istəyirsən. Hədəf insanın zamanla bağladığı müqavilədir və mən yaşayıram deməsidir. Gələcək üçün nəsə arzulamaq azdır. Bugünlə sabah arasında körpü qurmağa da ehtiyac var. İnsan əvvəl doğulur, sonra kim olacağına qərar verir. Nə istədiklərini bilənlər gələcəkdən qorxmurlar, çünki onlar gələcəyin yaradıcısına çevrilirlər. Hədəf insanın içindəki enerjini oyadan, səni ucaldan motivasiya mənbəyidir. Hədəfsizlik isə sakitcə yox olmaqdır. Hədəfi olmayan, sabahı planlamayan, bugünü dəyərləndirməyən, keçmişi anlamayan bir insan yaşayır yoxsa yaşamır. Hərəkət edir, amma istiqaməti yoxdur. Düşünür, amma məqsədi yox. Bu insan potensialının boşuna sərf edilməsi, ruhun susturulması, həyatın təsadüflərə buraxılmasıdır. Hədəf insan varlığının cavabıdır. Bu cavab sənin kim olduğunu müəyyən edir və bu cavab sənin mən dünyaya təsadüfən gəlməmişəm deməyindir. Əgər bu dünyada iz buraxmaq istəyirsənsə, əgər ömrünün boşa getməsini istəmirsənsə, əgər sabahını dizayn etmək istəyirsənsə, hədəf qoymağı öyrənməlisən. Məqsədin yoxdursa, kompası olmayan bir gəmi kimisən, külək səni hara istədi ora aparacaq. Hədəflər qoymaq, şuuraltı olaraq qəbul etmək və onlara çatmağı asanlaşdırmaq üçün NAT-dan faydalanmaq əla seçimdir. Baharın gəlişi münasibəti ilə 2 möhtəşəm kampaniya start verdik. 25 martda başlayan Super NAT kampaniyası və 31 martda başlayacaq NAT Koçları kampaniyası dəyişim alətləri ilə xidmətinizdədir. Hədiyyələrlə zəngin bu kampaniyalar barədə məlumat almaq istəyirsinizsə, nömrənizi mənə yaza bilərsiniz. İnsan hədəf qoyarsa hadisələrin içində boğulmaz. O öz ssenarisini özü yazmağa başlayar. Fikirləriniz çox maraqlıdır.